Salam, kanalıma xoş gəldiniz. Alça döyməci hazırlayıram. Bu səfər alça döyməzi yaşıl alma ilə hazırladım. Nanə ilə yaşıl reyhanı xırda-xırda doğrayıram. Bir ədəd yaşıl almanın da qabığını soyub əlavə eləyəcəm. İstəyə görə almanın qabığını soymadan da əlavə etmək olar. Almanın çəyirdəyini çıxardıb doğrayıram. İstəyə görə almanı sötkəçdən də keçirtmək olar. Alça döyməcini belə hazırlayan zaman salat kimi süfrəyə də vermək olur. Ət yeməklərinin, yağlı yeməklərin yanında çox yaxşı olur. Almanı da doğradıqdan sonra göyərtilərlə birlikdə qaba əlavə edirəm. Alçanı daş ilə vurub əzirəm. Bunu ət döyənlə də eləmək olar. Alçaları əzən zaman çox da möhkəm vurmaq lazım deyil ki, alçanın içərisindəki çəyirdəyi əzilib alçaya acı dad verə bilər. Alçanın üzərinə duz əlavə edirəm. Para limonu da sıxıb suyun əlavə edəcəm. İstəyə görə sarımsaq, pul biber də əlavə etmək olar. Yaxşı-yaxşı qarışdırmaq lazımdır ki, hamısının dadı bir-birinə çıxsın. Alçanın mövsümü bitmədən bunu hazırlayıb yesəniz peşman olmarsınız. O qədər dadlı, ləzzətli alınır ki. Bugünlük bu qədər. Gələn videolarda görüşənədək